Salam hörmətli izləyicilər. Bank kartınız yanınızda yoxdur, amma təcili nağd pula ehtiyacınız var və ya başqa birindən kartı olmadan dərhal pul göndərmək istəyirsiniz. Bu gün sizə məhz bu vəziyyətlərdə köməyinizə çatacaq super bir xidməti kodla nağdlaşdırma və ya beynəlxalq adı ilə Cashback kod xidmətini göstərəcəm. Bu videoda biz Cashback kod xidmətinin nə olduğunu, necə işlədiyini, üstünlüklərini və ən əsası hansı hallarda bu xidmətdən istifadə etməli olduğunuzu addım-addım öyrənəcəyik. Başlayaq. Bəs Cashback kod nədir? Çox sadə. Bu bank kartınız olmadan ATM-dən nağd pul çıxarmağa imkan verən xidmətdir. Yəni bir növ virtual pul köçürməsidir. Bu xidmətin iki əsas istifadə məqsədi var. Özünüz üçün nağdlaşdırma. Kartınız evdə qalıbsa, mobil tətbiq vasitəsilə özünüzə kod göndərirsiniz, amma mütləq digər mobil nömrəni daxil etməklə və pulu dərhal çıxarırsınız. Çünki kod 2 dənə gəlir, ona görə 2 mobil nömrə lazımdır. Və digər məqsəd başqasına pul göndərmə. Kartı olmayan bir dostunuza və ya ailə üzvünüzə sürətli pul köçürməsi etmək istəyirsinizsə, köçürmə onlayn qaydada edilir və alıcı filialı ziyarət etmədən gecə-gündüz 24 saat və 7 gün ərzində pulu dərhal ATM-dən götürə bilir. Burada çox vacib bir məqamı qeyd edeyim. Cashback kod xidməti komissiya tələb edir. Hər bankda bu komissiya fərqli ola bilər. Ona görə pulu göndərməzdən əvvəl məbləği yoxlamağınız tövsiyə olunur. Bəs niyə Cashback koddan istifadə edək? Əgər qarşınızdakı ATM köhnə nəsil ATM-dirsə, kart olmadan nağdlaşdırma etməyin yeganə yolu məhz bu Cashback koddur. Lakin əgər qarşınızdakı yeni nəsil ATM-dirsə, deməli həmin ATM-də NFC texnologiyası var. Bu halda müəyyən limit çərçivəsində kart olmadan komissiyasını nağdlaşdırma etmək mümkündür. Həmin komissiyasız NFC vasitəsilə kart olmadan ATM-dən pul çıxarma prosesini isə növbəti videomuzda ətraflı göstərəcəm. Və indi addım-addım göstərim. Tətbiqə daxil oluruq ilk öncə. Tətbiqə daxil olduqdan sonra aşağıda plus işarəsinə klik edirsiniz. Açılan pəncərədə sağda aşağıda daha çox sözünə də klik edirsiniz və sonra açılan pəncərədə köçürmələr bölməsindən Cashback kod sözünü seçirsiniz. Qəbul edənin nömrəsini, məbləği daxil edib və göndərən kartı seçirsiniz. Sonra kodun ilk hissəsini biz alırıq, digər hissəsi isə qəbul edənin nömrəsinə göndərilir. Və sonda qəbul edən ATM-də kodun birinci və ikinci hissələrini daxil etməklə pulu 24 saat ərzində əldə edə bilər. Növbəti mərhələdə qəbul edənin mobil nömrəsini daxil edirik. Mobil operator seçilib, biz sadəcə son 7 rəqəmini daxil edirik. Əgər özünüz götürəcəksinizsə, özünüzün ikinci nömrənizi daxil edirsiniz. Məbləğ yerində isə məbləği seçirsiniz. Aşağıdan kartı seçirsiniz. Edilib düyməsini sıxıb, davam et düyməsini sıxmaqla növbəti mərhələyə keçirik. Növbəti mərhələ bankomatda davam edir. Növbəti mərhələdə bizə bir SMS gəlir. Hörmətli müştəri, kodun birinci hissəsi bizə göndərilir. Bu kod vəsaiti alan şəxsə təqdim edilməlidir. Təhlükəsizliyə görə kodun birinci hissəsi bizə göndərilir. İkinci hissəsi isə digər mobil nömrəyə göndərilir və alan şəxs kodları birləşdirərək bankomatın Cashback kod bölməsinə daxil etməlidir. İndi keçək bankomata. Bankomatda davam etməliyik. Bankomata yaxınlaşıb sağda ən yuxarıdakı düyməni sıxırıq, dili seçirik və burada Cashback kod sözü qeyd olunur. Üzərinə klik edərək sol tərəfdə köçürmə kodunu daxil etməliyik. Birinci kod SMS ilə bizə gəlmişdir. İkinci kod isə SMS ilə göndərdiyimiz şəxsə getmişdir. Yəni ikinci mobil nömrəyə. Kodlar birləşdirilərək bu xanaya daxil edilir. Daha sonra davam et düyməsini sıxmaqla vəsaiti əldə edirik. Bu videoda mən kodun birinci hissəsini daxil edirəm və tam daxil etmirəm. Davam et düyməsini sıxıram. Yazır ki, köçürmə kodu düzgün daxil edilməyib. Yəni kodu tam daxil etmədiyim üçün əməliyyata davam edə bilmirəm. Belə olan halda, yəni hər hansı bir səhvlik nəticəsində siz vəsaiti əldə edə bilmirsiniz. Amma vəsait göndərən tərəfdən çıxılır. Əgər hər hansı bir səhviniz olarsa, bu prosesi artıq təkrar edə bilmirsiniz. Çünki gün ərzində bir göndərmə mümkündür və bunu da səhv etdinizsə, vəsaitin geriyə qayıtmağı da 72 iş saatı ərzində həyata keçir. Yəni 3 iş günü. Altı-bazar və ya bayram günləri, qeyri-iş günləri daxil deyil. Vəsaiti göndərmisiniz, yanlışlıqla ala bilməmisinizsə, vəsaitin geri qayıtmağı təkrar qeyd edeyim ki, 3 iş günü ərzində vəsait karta qayıdır. Kodun aktivlik müddəti 24 saatdır. 24 saat ərzində qarşı tərəf kodları birləşdirərək 24 saat ərzində vəsait əldə edə bilər. Azərbaycan Respublikası ərazisində vəsaitin köçürülməsi üzrə limitlər minimal məbləğ və ya qeyd etdiyim kimi 10 manatdan 1000 manata kimidir və sonda komissiyaları nəzərinizə çatdırım. Burada yuxarıda qeyd olunan kartın növləridir. Aşağıda komissiyası əks olunmuşdur. Burada da kartların adları. Bizim nağdlaşdırmaq istədiyimiz kartımız pulsuz nağdlaşdırma olan kartlardan idi. Yəni tam digikart idi. Virtual kart idi, fiziki olaraq yox idi yanımızda. Xidmət haqqısı isə 0,15%, minimum 50 qəpik təşkil edir. ABB-də pulsuz nağdlaşdırma imkanı olan maaş, sosial, tələbə və digər kartlar daxildir. Əgər 10 manat göndərsək, 10 manatın %15%-i 2 qəpik eləyir, 1 qəpik yarım. Yəni minimum 50 qəpik çıxılmalıdır.
Ona görə təxmini hesabladım. 333 manata kimi 50 qəpik, 333 manatdan 1000 manata kimi isə 0,15%-dən hesablanıb xidmət haqqısı tutulur. Yəni 1000 manata 1 manat 50 qəpik xidmət haqqı tutur. Sizə yekunlaşdırsaq, cashback kod xidmətinin əsas üstünlükləri bunlardır. Ötürmələr anında baş verir, alıcı pulu dərhal əldə edir, karta və ya banka getməyə ehtiyac qalmır, 7/24 istənilən vaxt günün istənilən saatında pul göndərmək mümkündür. Beləliklə cashback kod xidməti barədə əsas məlumatları öyrəndik. Ümid edirəm bu video kartınız yanınızda olmadıqda sizə kömək edəcək. Bu videonu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Gələn dəfə NFC ilə kart olmadan komissiyasız pul çıxarma mövzusunda görüşmək ümidi ilə sağ olun.